Hamısanızda YouTube Sıfırlı kanalına xoş gəldiniz. Bugün sizlərlə oyun üçün qatil olan uşaqları dəqiqlədik. Listemizdə 5 uşaq var. Daha çox siz listə like edib abunə ola bilərsiniz. Yoxsa heç vaxt bilmədən videoya keçək. 17 yaşlı gənc Halo 3 oyunu üçün anasını və atasını qətlə yetirib. Səbəbi anası və atasının ona həmin oyunu oynamaması üçün hisslənməsi idi. Anasını və atasını gözü bağlı öldürüb. Gördüyünüz uşaq World of World oyunu üçün bir qoca qadını qətlə yetirib və onu gizlicə bastırıb. Qadından aldığı pulu isə World of World oyununa xərcləyib. Legends of Mir oyununda bir oğlan internet üzərindən qıza bir qılınc satıb. Qız pul vermədikdə oğlan bir bıçaq ilə qızı qətlə yetirib. Bir ata 10 aylıq əkiz oğullarını vannada tək başına qoyaraq Game Boy oyununu 2 saat oynadı. Daha doğrusu oynamağa getdi. Gəldikdə isə övladlarının cansız bədənlərini vannada gördü. Ata 10 illik həbs cəzası ilə şu anda həbsdədir. Bugünkü işlədiyim oyun üçün qatil olanlar videomu inşallah bəyənmişsinizdir. Like atıb abunə olmayı